Manchester United Arsenal'a futbol dərs keçdi. Kylian Mbappe'nin hərəkəti hamını şoka saldı. Niyə Arbeloa Alexander Arnold'un getməsini istəyir? Endrick Fransada şou göstərir. Casemiro İngiltərəni niyə tərk eləmək istəyir? Lamine Yamal isə Barcelona fanatlarını şoka saldı. Bu və digər mövzular haqqında bugün danışacağıq dostlar. iShow futbol kanalına xoş gəlmisiniz. Bu vaxtda olan ən qaynar futbol xəbərləri sizi gözləyir. Sizə xoş iştah və xoş əhval arzulayıram. Manchester United və Arsenal mövsümün ən yanğın oyunlarından birini göstərdilər. Kim daha cəsarətli oynadısa, 3 xalı da o apardı. Oyunun ilk 20 dəqiqələrindən United meydanda ümumiyyətlə görünmürdü. Arsenal hər tərəfdən sıxırdı və axırda qolunu vurdu. Düzdür, Lisandro Martinez öz qapısına biraz gülməli qol vurdu, amma məhz bu hadisədən sonra United əsl top klub kimi oyuna qayıtdı. Michael Carrick işi heç də qəlizləşdirmədi. Nə saxta cinah müdafiəçiləri, nə də Brunoya çətin rollar tapşırmadı. Hər kəs öz yerində oynadı və bu sistem saat kimi işlədi. Adamı təəccübləndirən odur ki, United qolları əks hücumda yox, mərkəzdən qısa paslarla qura-qura gəlib vurdu. Rice və Zubimendinin olduğu mərkəzi, sarı dildə desək, parça-parça etdilər. Qollardakı hər zövq uyğun idi. Xüsusilə də Dorgunun qolunu vurğulamaq lazımdır. Sizi bilmirəm, amma mənim üçün bu gördüyüm ən gözəl qollardan biri idi. Arteta həddindən artıq ehtiyatlı davranmağının cəzasını çəkdi. Calafiorinin zədəsindən sonra sol cinahda böyük problemlər var və bu oyunda bu aşkar görünürdü. Nəticədə artıq 3 oyundur qələbə yoxdur və turnir cədvəlində Manchester City-dən xal fərqi cəmi 4-ə indi. Yenə mövsümün sonunda çempionluğu itirmək şansı artır. Amma Carrick'in United-i çox inamlı təsir bağışlayır. Belə getsə rəhbərlik Michael'ı elə baş məşqçi kimi komandada saxlayacaq. Trent Alexander-Arnold Kral klubunda heç cür özünə yer tapa bilmədi. İspaniya mətbuatı yazır ki, Arbeloa artıq İngiltərə millisinin oyunçusuna qapını göstərib. Maraqlısı budur ki, Arbeloa'nın özü də mövsüm sonunda komandanın getməsi gözlənilir. Amma görünür ki, getməzdən əvvəl Trent'i siyahısından silib. Bu arada Manchester City artıq hərəkətə keçib. Şəhərlilər vasitəçilərlə, futbolçu ilə ilk danışıqlara başlayıblar. City'nin müdafiə cinahlarında kim gəldi oynayır? Wingerlər, yarım müdafiəçilər, mərkəz müdafiəçiləri, bircə elə əsl cinah müdafiəçisi yoxdur. Rəhbərlik əslində təmiz müdafiəçi almağa hazırdır. Düzdür, Trent müdafiədənsə çox topla oynamağı, hücumu sevən oyuncudur. Lakin hər halda hələ müdafiədə də Mateus Nunes'dən daha xeyirli olar. Əgər vaxtı ilə Liverpoolda olduğu kimi City-də də özünü göstərsə, topla oyunda əlbəttə ki, hamını geridə qoyacaq. Real isə böyük ehtimalla Trent'in Madriddəki uğursuzluğuna görə qiymətdə yaxşı endirim edəcək. Manchester City üçün bu əla şansdır. Premier Liqada böyük təcrübəsi olan və bir ötürməyi ilə oyunun taleyini dəyişə bilən səviyyəli oyunçunu bugün bazara tapmaq qeyri-mümkündür. Endrick Metsin qapısına hat-trick elədi. Vurduğu qolların ikisi təmiz hücumçu performansı idi. Müdafiəçilərin arasındakı boşluğu gördü, sürət yığdı, qapıya zərbə endirdi. Penaltindəki çox arxayın şəkildə küncə mismarladı. Endrick'in dəli sürəti, ayaq üstə möhkəm durmağı və oyuna olan o yanğısı onu başqalarından fərqləndirir. Görünür ki, bu uşaq Lyon'un futbolundan ləzzət alır. Braziliyalı futbolçu olmayanda komanda qabaqda topla nə edəcəyini bilmir. Amma Endrick meydanda olanda oyun tamam başqa bir rəng alır. Belə çıxır ki, Lyon'a sadəcə normal hücumçu lazım imiş. Vaxtilə Bavariyada işləri yaxşı alınmayan Talisso indi meydanda can qoyur. Dünən isə 2 asist etdi. Nəticədə Endrick'in cəmi 2 oyunda artıq 4 qolu var. Bu dəhşətli dərəcədə yaxşı startdır. Nəhayət ki, artıq hamı bu uşağın şəxsi həyatındansa daha çox saf futbolundan danışmağa başlayıb. Deyəsən, Kylian Mbappe öz komanda yoldaşını əməlli başına lağa qoyub. Villarreal oyunda son dəqiqələrdə Real həmişəki kimi penalti qazandı. Topun başına fransız gəldi və Panenka stilində qol vurdu. Əslində Panenka vurmaq özü bir cəsarət işidir. Amma buradakı məsələ tamam başqadır. Oyunun həmin hissəsində meydana indicə Afrika Millətlər Kubokundan qayıdan Brahim Diaz çıxmışdı. Mərakeşli oyunçu həmin turnirin finalında biabır olmuşdu. Həlledici məqamda penaltini elə həmin Panenka ilə vurmaq istəmişdi. Amma nəticədə Mendy onun hiləsini oxumuşdu. Nəticədə Mərakeş uduzdu. Belə bir hadisədən sonra adam heç penalti nöqtəsinə tərəf baxmaq istəmir.
Və budur ki, Mbappe gəlir, Diasın göz qabağında həmin Panenkanı qola çevirir. Amma şou bununla bitmir. Markanın yazdığına görə Mbappe qoldan sonra Diasa yaxınlaşıb, onu qucaqlayıb və deyib: "Bu sənin üçündür." Yəni nə onun üçündür? Yeni psixoloji bir travma. Kənardan bu heç də dəstəyə oxşamır. Əksinə, adama biabır eləməkdir. Elə bir Mbappe demək istəyir ki, bax belə Panenka vururlar. Casemiro mövsümün sonunda Manchester United-dən gedir. Klub bunu artıq rəsmən elan edib və Braziliyalı futbolçu özü azarkeşlərlə artıq sağollaşıb. Ən maraqlısı odur ki, vaxtilə bu transferə görə 70 milyon avro ödənilmişdir. İndi isə azad agent kimi pulsuz parasız komandanı tərk edir. Maaşı haqqında isə heç nə demək istəmirəm. Hələ Madriddə belə ondan azalırdı. United-də həmin o pula bir neçə gənc yarım müdafiəçi almaq olardı. Əslində Ten Hag başqa cür oyunçunu həyətinə qatmaq istəyirdi. Ona topu qabağa daşıyan, oyun qura bilən, yəni idealda Frenkie de Jong kimi bir oyuncu lazım idi. Amma rəhbərlik sırf dağdan Casemironu komandaya qatdı. Braziliyalı birinci mövsümündə ot kimi olsa da sonra ağırlaşdı və komandaya yük olmağa başladı. Premier Liqanın o dəli sürətində, düzün desəm, çox zəif görünürdü. Keçən mövsümün sonunda biraz özünə gəldi. Bu ildə 1-2 yaxşı oyun oldu. Amma yenə də bu transfer boşa verilən pul kimi hesab olunur. Resurslar hədər getdi və indi yəqin ki Casemiro Saudiya istiqamətində gedəcək. United isə gərək onun yerinə yeni yarım müdafiəçini həyətinə qatsın. Ümumiyyətlə heç kim gözləmirdi ki, Oviedo kimi bir komanda Barcelonaya müqavimət göstərəcək. Onlar heç də açıq oyundan qorxmurdular. Öz cəlmə meydançalarına qapanıb oyunu öldürmürdülər. Əksinə, pressing elədilər və futbol oynamağa çalışdılar. Birinci hissə Kataloniya təmsilçisi üçün çox ağır keçdi. Top getmirdi, rəqibin təzyiqindən çıxa bilmirdilər. Ancaq hissənin sonuna yaxın Barsa biraz özünə gəldi. İkinci hissəyə isə Kataloniyalılar tamam başqa əhval-ruhiyyə ilə çıxdılar. Və Flikin pressing tələləri sayəsində rəqibi tamamilə dağıtdılar. Rafinha həmişəki kimi 2 nəfər kimi qaçıb can qoyurdu. Lakin əsas şounu Lamine Yamal göstərdi. Birinci hissədə elə bir meydanda gəzirdi, amma ikinci yarıda əsl biz tanıdığımız Lamine çevrildi. Ona cəmi bir hissə bəs elədi ki, oyunun ən yaxşısı seçilsin. Barsanın sonuncu qolunu vurdu və necə qol vurdu? Lamin havada dönərək, demək olar ki, qaçıvari zərbə ilə topu qapıya göndərdi. Amma qoldan sonra elədiyi hərəkət heç də bütün fanatların ürəyincə olmadı. Yamal qolu əfsanəvi Cristiano Ronaldo üslubunda qeyd elədi. Qol isə möhtəşəm alındı. Sən demə Lamin belə akrobatik hərəkətlər də etməyi bacarırmış.